Verilişin baş sponsoru İtalyan Məişət Texnikası Bompani. Verilişin baş sponsoru Milana Hospital. Hanımlar ve canablar, Tok Show'nun aparıcısı Nurane Güler. Akşamınız xeyir olsun. Akşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Hər birinizi xoş gördük. Auditoriyada əyləşənlərimiz xoş gəlmisiniz. Akşamınız xeyir olsun. Çox hörmətli ekspertlərimiz var bugün studiyamızda. Hər birini salamlayıram. Çox hörmətli Ceyran xanım bugün bizimlədir. Bizim hörmətli jurnalistimiz. Bizim hörmətli rəssamımız Rauf müəllim bugün bizimlədir. Xoş gəlmisiniz Rauf müəllim. Çox hörmətli hüquqşünasımız Sunay xanım bizimlədir və bizim hörmətli kino rejissorumuz Elşən bəy bu axşam bizimlədir. Xoş gəlmisiniz. Hər biriniz xoş gəlmisiniz. Və əziz tamaşaçılarımız, vaxt itirmədən bir xatırlatmamız var. Xatırlatmamıza baxaq və qonağımız var. Onu dəvət edəcəm. Ayrılıq baş verəndə bəy tərəf xanımın üstünə nəsə bir ləkə başlayır deməyə. Xanım beləsin deməsin də. Yox, elə onu deyirəm də, bu kütlə psixologiyasıdır, amma doğrudan da çox aciz bir məqamdır. Qazelə döyülə qovaladılar məni, deyir, çıx get dədən öyle. Bu ailənin necə saf, necə bir pak ailə olaraq, necə bir sadə, saf Azərbaycanlı ailəsi olaraq şahidi oldum. Evi bu qədər şər yaxırsa, hər kəsin evində qız evladı var. Sizin oturub duracaqsan. Belə qaynanacılar olur, ona görə də belə olur. Bu dəqiqə bədəni əsir, bütün çənəsi əsir. Qardaşın qeyrəti hardadır, namusu hardadır? Başqa birinə ərə getdi, çıxdı. Adam məzlum olanda onu bu qədər əzmək olar. Belə əziz tamaşaçılarımız, bizim verilişimizi daimi izləyən tamaşaçılarımız yəqin ki bildilər söhbət kimdən gedir. Samuqdan bizə müraciət edən Aysel xanımdan gedir söhbət. Aysel xanımın 21 yaşı vardı və belə deyim də o atası ilə bərabər, Əsəd bəy ilə bərabər yadınızdadırsa hansı vəziyyətdə bura gəlmişdilər. Qaynanasının onu dediyi sözlər, həyat yoldaşının onu birbaşa canlı efirdə təhqir etməsi və sonra bizim ekspertlərimizin onların yaşadığı kəndə getməsi, kənd cəmaatının söhbətləri, bütün bunlardan xəbərdarsınız. Və bu məsələlər üzrə bizim çox hörmətli vəkilimiz Sunay xanım məşğul olur. Verilişimizin irəliləyən dəqiqələrində bu barədə sizə ətraflı məlumat verəcək. Hal-hazırda isə bizə Astarada müraciət edən Namiq bəy gəlib. Namiq bəy gəlin, xoş gəlmisiniz. Keçin içəri, gəlin bura zəhmət olmasa. Gəlin bura, gəlin zəhmət olmasa əyləşin burada. Ceyran xanım, son vaxtlar çox müraciətlər olur. Atalar boşandıqdan sonra mən övladımı görə bilmirəm. İcra nümayəndələri ilə bərabər o görüşün ki, vaxtı təyin olunur. Sunay xanım bunlar daha yaxşı bilir. O görüşün vaxtı təyin olunanda da orada bir dava baş verir. O tərəflər arasında sonuçda uşaq pis vəziyyətdə qalır. Baxın elə bir neçə gün bundan əvvəl də bütün ölkə mediasında Quvada baş verən hadisələrlə bağlı yadınızdadırsa çox dəhşətli kadrlar hər birimiz izlədik. Baxın, Astaradan bizə müraciət edən Namiq bəy də 2015-ci ildən öz qızını görmüş. Amma mən istəyirəm ki, Namiq bəy qısa olaraq özünüz bir anlatın ki, ekspertlərimiz bilsinlər ki, söhbət kimdən gedir. Buyurun. Açıqdır, buyurun, buyurun. Şanınız xeyir olsun. 2013-cü ilin yanvar ayın birində evdə olmadığım vaxt keçmiş yoldaşım deməli körpəni də götürüb evdən çıxıb getmişdir yad bir adamla. Yəni anası bir də başqa bir adam. 2014-cü ildə məhkəməyə müraciət elədim. Avqustun 25-də məhkəmənin qərarı ola. Deməli Astara icraçıları icra olunmalı idi. Mən də qeydiyyatda olmuşam. Astara rayonu Şəkəran kəndində. Yəni o qadın da körpə uşağım da o rayon qeydiyyatında olub. Verin mənə şəkillərini göstərəcəm uşağın. Aha, verin mənə. Aha, siz danışın, siz danışın. Aha. Birinci ay 7 günlük uşaq bana verildi.
icraçı, onlar gəlib o damğanı mən gördüm uşağın üzündə. Ondan sonra bir ay uşağı gətirmədilər. İcraçı onu axtarışa verməli idi. Bəlkə telefonda icraçının qardaşı söydü də. Onlar gələndə deməli oktyabrda götürdüm uşağı, xəstəxanaya apardım. 45% qanı var idi. Xəstəxanada yatdı 7 günü. Mənə dedi ki, apar Bakıda verərsən. Mən də ünvanı bilmirdim. Mənə dedi ki, Xəzər rayonunda. Aslında mən uşağı gətirib verdim Suraxanı ərazisində. Bugünə qədər də bilmirsiniz ünvanı. Ünvanı xeyr, o gündə bir lerikli ilə yaşayıb, sonra ondan da ayrılıb, onun da ailəsində var. Bu adam 6 ailə dağıdır. Namiq bəy, sizdən xanım ayrılandan sonra bir başqa bəylə ailə qurub. Bəli, onunla gəlib. Sizlə nigahlı idi? Qeyri-rəsmi belə. Yəni nigahlı. Sizdən qeyri-rəsmi olub. Bəli. Uşağa Qeyri-rəsmi nigah. Necə məhkəməyə müraciət eləyib? uşağa atalıq verilmiş. Atalıq. Atalıq Müəyyən oğlu. olunandan sonra müraciət Bəli. edir. Siz aliment ödəyirsiniz o uşağa? Alimenti deməli belə hər görəndə uşağa məhkəməyə Yox, cəm rəsmi verir. qaydada aliment ödəyirsiniz. Rəsmi qaydada yanvar ayını ödədim, 2015-ci ilin. Birinci mən vermişəm məhkəməyə. Ondan sonra Məhkəməyə verdiniz, uşaqla görüş Ünsiyyət. ünsiyyəti təmin elədilər. Ondan sonra Və deməli uşaqla ünsiyyət təmin olunduqdan sonra siz aliment məsələsini o xanım müraciət elədi. xanım müraciət alimentə. elədi. Bəli. Deməli yanvar ayını ödədi. Alimentdə təyin olundu da məbləğ, Ceyran ki, nə qədər xanım, məbləğ ödəməlisiniz. Kadrları da göstərəcək indi sizə. Aha. Amma Deməli, uşağı- İndi ödəniş eləmədiniz ancaq. Və bir ay ödəniş elədiz, o müddətdə də uşağı gördünüz. Qeyri-qanuni Xəzər rayonuna göndərildi. Bəli. Deməli mən sonra Bakı yollarında qaldım. Yox, səbəb nə idi? Qızın yaşadığı ünvan, cavab deyin, yaşadığı ünvan Xəzər rayonu olduğu üçün belə oldu. Xəzər rayonu olmayıb, faktlar da Və nə var. əsasla göndəriblər Xəzər rayonu? Ceyran xanım, Qeyri-qanuni onun yazdığı ərizəyə əsasən Yəqin ki, o ərizədə göstərib ki, mənim yaşadığım ünvan Xəzər rayonudur. Ya oradan da yaşadığı yerdən müvəqqəti arayış alıb təqdim edib. onu siz də araşdırıb, onu təyin edərsiniz. ora gedə Orada bilməz. Xəzər rayonuna gəlib birinci. indi mən demək istəyirəm Orada buradan. biri adamın ailəsini dağıdıb bağışlayım da. Ailəsini dağıdıb, bir şikəst uşağı, bir də qızı var. O həmin xanımın, Tərana adında xanımın. Deməli onu mənim ailəmə necə daxil olmamışdı, dost kimi, düşmən kimi çıxmayıb. Sənin Yəni ailənə onun da. necə daxil olmuşdu, o nə deməkdir? Onu açıqla Yəni tamaşaçılarımıza. birinci yoldaşım Siz ailəli ola bu Bəli. xanımla da qeyri-rəsmi yaşamısınız. Belə çıxır da. qadınla birinci Mikrofonumuz bunlar oradadır. qadınla evin qadını ilə dostluq eləyirlər. Sonra isə kişini götürüb çıxır. Ya, O necə olur elə? Kartofda üzr istəyirəm. Deyirəm Kitabda, də, dəftərdə götürüb Sonra çıxır. həvələyir ki, özümü Kişilərdən öldürərəm. asılıdır. Özümü öldürərəm. Nə? Siz ona povod verməsəz o necə deyə bilərdi ki? Məni aldatdılar, yəni evə dəvət elədilər. Yəni hər şey Yox budur. da siz özünüzü o süddən çıxmış Mən də anaş kimi göstərə bilməzsiniz. mən bura gəlmə xanım, mənim çıxış yolum olmadığına görə, yəni mən bura çıxmışam ki, yəni mənə bir köməklik olunsun, bir vəkil tərəfindən ya sənədlərə baxılsın. Yəni heç mən 2 ildir, 2015-i bütöv Bakıda qalmışam, küçələrdə O qalmışam. xanımla əlaqə Burada- saxlaya bilərik. Deməli, Namiq müəllim, siz normal el adəti ilə ailə qurmusunuz? xeyr, birinci ailəm namuslu, qeyrətli, xəstə olub. Qadındır, indi də uşaqlarımla bir yerdədir. Bu öz razılığımız Namiq bəy, əsasında. bilirsiniz bura gəlmisiniz? Bəli, yoldaşım bilir. Yoldaşınız bilir. Bəli, hamısı əlbəttə Bəs bilirlər. ikinci O uşağı da mənim yoldaşım xanımın saxlayır. adı nə idi? Xalidə xanım Məcidova. Bəli. Deməli Aysunun anası. Siz ikinci dəfə ondan ailə Bəli. quranda. Birinci xanımınızın adı nədir? Nəzərba Zülfiyə. Zülfiyə xanım necə ona reaksiyası nə oldu? O səhvini başa düşdü. Necə bunlar deməli mənim də səhvim onda oldu ki, ailə arasında sirr olmamalıdır. Bunlar bunu yalandan qısqandırıblar ki, Namiq bizə gəlmişdi. Fatma işdə olmuş. Demək siz ailə qurubsuz ikinci dəfə yoldaşın səhvini başa düşüb, hə? Xeyr. Xeyr, elə Bu olmuyor. ailəli oğlu, Alanı o qarışdırıblar. xanımla Mənim görüşüb sadəcə olaraq. mağazinim var, dövlətin maşınım, hər şeyim var idi. Bunlar putamağa görə mənim ailəmə daxil olub yoldaşımı qısqandırıblar. Necə Tərananın evini yıxıblar. O Vidadinin evini. təranə ilə sizin nə alış-verişiniz? Siz öz işinizdən danışın da. Sizin istəyiniz nədir? Övladınızı görmək. Bəli, istər mənim əsas övladımı istədiyim görməkdir. odur ki, Övladını övladımı görmək görüm. üçün O xanımla Fikrinizi bilmək istəyirəm. Əslində xanım. bir xanımlar danışırlar, kişilər bir söz demədilər. Mən Buyurun. bir şey xahiş edirəm səndən. Sən gəlirsən deyirsən ki, mən gəlmişəm bura ittiham olunmağa yox, kömək görməyə. Bu köməyi almaq üçün, görmək üçün bura yığılan insanlar sənin başına gələn hadisələrin
ətraflı hadisələrdən xəbərdar olmalıdır. Sən necə danışırsan, hadisəni hardan başlayıb harda qutarsan, bizə aydın olmur ki, sənin taleyində nələr baş verib. Sən səbrlə. Rahat. Mənim lap səhvim olub. Sən elə danış ki, bu Evlənmişəm. insanlar sənə bir inansın, bir sənin taleyinlə bağlı bir qardaş sən harda başlayıb harda bitirsən biz də Mən 3 ildir, 4-cü ildir bu kişilərdəyəm də. 4-cü ildir bu uşağım. Vurub gözümü şikəst eləyiblər. Qabırğalarımı sındırıblar. Nə oyun qalmayıb mənim başıma gətiriblər. Arkasında da indi kim durur, nə bilim. İndi siz bütün bunlara dözmüsünüz, yalnız bu uşağınızı Uşağa istəyirsiniz. damğa qoyulub Yox, üzünə. bilirsən, indi sənin çıxışın nəyə xatırlatdı? O Cəbiş müəllimdə deyir, bu qrip ki, bu nə bilim nə. Sən xəstəliklər sayırsan burada. Qardaş, sən dərdini danış bizə. Müəllim, Biz də istəyirik sənə həmdəm 3-4 ola. ildə olan Biz də işi bir mən birinci qardaş kimi dəfədir sənlə birinci istəyirik sənin bu fikirlərinlə, dərdinlə bölüşək. birinci bir bu mühitə belə bir mühitə düşürəm ki, yəni televiziya qabağında, yəni danışım. İkinci problemim odur ki, mən 3 dildə danışıram, yəni fikrimi tam bəlkə çatdıra bilmirəm. Mən demirəm, yəni qadın 6 ailəni dağıda bilir. Mən ikinci ailə qurmuşam, yəni bunda Namiq yaxşı. O ikinci ailəni buyurun. Bir dəqiqə mən üzr istəyirəm. Siz birinci ailəvinizlə görüşürsünüz. Bir yerdə yox. bir yerdə yaşayıb. Buna inamım olmadığına İkinci görə də ev bir tikirdim həyətdə buna. yaşayıblar. Yox, indi siz ikincidən uşağı tələb edirsiniz. Bəli, bəli. Bəs birincinin uşaqlarını görürsünüz? Evində olurum. Evinizdə olursunuz. Yox, Yaxşı. üzr istəyirəm. Siz mənə dediniz ki, ikisi də bir həyətdə yaşayırdı. Deməli mən buna həyat almışdım, ev tikməliydim. Aha. Bunlar kənddə ifşa oldular. Yad adam tutuldu bunların evində. Qardaşı zəbs edib kaset ordadır. Vidadi adında bir adam. Mən bu daveriyasını itirdi. Mən də gördüm ki, bunu Deməli, daveriyası itməsəydi, onun inamı etibarı itməsəydi, iki arvadı bir həyətdə saxlayacaqdı. Necə yox, xeyr. Deyirsən, etibarı itirdi ona görə. Və ev tiktirirdin də, o ev tiktirirsə, deməli, iki arvadı saxlamaq qərarındaydın da sən. Evim bacım 4 gözdən ibarət idi. Bir otağı Əbdelini buna vermişdim. Bir otağı bunun idi. O 3 otaqda da o birisi xanım yaşayırdı. Yoldaşım da Sizi vadar eləyən nə oldu ki, siz ondan ailə qurdun və uşaq, hələ bir uşaq da dünyaya gətirdi. Özünün neçə uşağın var birinci arvada? 4. bu adam 4 uşağı var. bağışlayın. Allah'ın yazdığını heç kim buza bilməz. Allah'ın yazdığını heç Bir kim buza dəqiqə, bilməz. burada üzr istəyirəm. Allahın Hər şeyi yazısı Allah'a siz uzatmayın. siz bədbəxt eləyirsiniz. 5 uşaq orada bədbəxt eləyirsiniz. Mən uşaqlarıma hər imkanım Siz olub, uşaqlara hər cavab şeydə verməlisiniz. Başa düşürsünüz necədir? Axı dünyaya atmısınız bu uşaqları. O atmamışam, heç bir uşağı Yox, axı atmamışam. artıq uşaqlar atasızdır. Bir həyatda saxlamadığım məqsəd də o idi ki, uşaqlar yad olmasın bir-birindən. Bir yerdə böyüsün. Necə yəni bir yerdə böyüsünlər? Bir yerdə böyüsünlər, görsünlər ki, atası bir həyətdə iki arvadı necə saxlayır, elə? Onlar bilirdi ki, uşaqlar bilir ki, mənim ailəm xəstədir. O yəni xəstədir bu adam. Biz yəni bir qərara gəldik insan kimi ki, uşaqlar ayrı düşməsin, bölünməsin. Yəni ki, birinci arvad Namiq bəy biraz yoldaşınız yaxın xəstə tutun olub, ona Bəli. görə ikinci xanımı alıb gətirmisiniz, razılıq. Xanım, mən ondan razı deyiləm. Xəstə qadın 4 uşaq dünyaya gətirmir. bunun əvvəldən yəni Ola bilsin üzrsən, siz xəstə eləmisiz. Elə. Mən demirəm bu tam bunu unutmalıyıq. Bəs indi necə yaşayırsınız o ruhu xəstə həyat yoldaşınızla? Ondan sonra yenə də sağaldı. Bu sağalmışdı. Demək sizin Deməli, evlənməyiniz siz ona 4 edirsiniz səs də oldu onu. da. Xeyr, bunlar bizə gəlib getməyiblər. Onu qısqandırıblar. İndi sizin evə hər gedib gələnlə sizi qısqandırıb siz evlənməlisiniz. Xeyr. Mən necə xeyr, mən söylədim. Yoldaşım gərək mənə deyərdi ki, bunlar bu sözü mənə deyiblər. Demədiyinə görə yəni evdən narazıçılıq düşdü. Sizin danışdıqdan heç nə başa düşmürəm. Deməli xanımlar deyəsən rəfiqə olublar. Rəfiqə olublar. Rəfiqə kimi olublar. Kimini bilmirəm necə olur. Nədirsə o kimi olublar, rəfiqə kimi. Siz Son Tərana xanımıza dalaşdırın. Bu o danışdın. Yəni mənim başıma necə gətiriblər o kişi o qədər. Səranə xanım sizin nəyinizdir? Mənim heç bircə dəqiqə mən xəttə qoşmaq olar sizin həyat yoldaşınızdır. mən çox- Hal-hazırdakı birinci həyat yoldaşınız. Qoşulsun xəttə. Görək o nə deyəcəkdir sizin bircə haqqınızda. dəqiqə mən çox üzr istəyirəm. Əslində
Əslində, əziz tamaşaçılarımız, bugün Namiq bəyin çıxış yoluna müraciət eləməyi qızının axtarışı ilə bağlıdır. Qızı deməli Aysu Əlizadə 7 yaşı var, anası Xalidə Məcidova hardasa 30 yaşlarındadır və qardaşı Kamal Əzizov Səfərağa oğlu. Deməli, bu insanlar Namiq bəyin dediyinə görə Binə qəsəbəsi Hövsan Südçülük Savxozu, bax o ərazidə yaşayırlar. Və Namiq bəyin dediyinə görə Aysu artıq 2 ildir ki, dayısının Kamal Əzizovun yanındadır. Kamal bəydən mən xahiş edirəm, əgər hal-hazırda efirimizi izləyirsə və yaxud da qohumlardan izləyən varsa söyləsinlər, bizimlə əlaqə saxlasın. Çünki təkidlə Namiq bəy öz qızını görmək istəyir. Xalidə xanımın anasının adı isə Validə Məcidova Şirzad qızıdır. Yenə məlumatlar verəcəm sizə, reklamlara ayrılırıq. Davam edək. Mənə söylədilər ki, bəlkə sən bir açıqlama verəsən, tamaşaçılarımız üçün də aydın olsun. Deməli, Namiq bəy bizə müraciət edib, əziz tamaşaçılarımız, öz qızının axtarışı ilə bağlı. Qızının deməli, hardasa 7 yaşı olar Namiq. 7 yaşı var. 2015-ci ildən Namiq bəy 2014-dən qızını görmür. Qızın deməli anasının adı Xalidə Məcidova, 30 yaşlarında olan bir xanımdır. Artıq 2 ildir evdən çıxıb gedib. Namiq bəyin ikinci həyat yoldaşıdır. Qeyri-qanuni da olsa, yəni ikinci həyat yoldaşı belə söyləyək. Çünki övlad var ortada və Namiq bəyin dediyinə görə onun xanımı Bakıda yaşayan Binə qəsəbəsi Hövsan Südçülük Savxozu ərazisində yaşayan Kamal Əzizov Səfərağa oğlu. Baxın, qardaşı odur. Bu uşaq çox güman ki, dayısının evindədir. Mən çox xahiş eləyərdim, nənəsinin də adı Validədir. Validə Məcidova Şirzad qızı. Nənəsindən, dayısından və anası Xalidə xanımdan xahiş edərdim ki, baxın, bugün bilmirəm aranızda nə olub, nə olmayıb, keçmişə qayıtmayaq, öz taleyinizi özünüz yazmısınız. Biz indi buradan qınayırıq ki, Namiq bəy, niyə 4 uşağım vardı, yoldaşım vardı, niyə ikinci dəfə o xanımla bir də evlənmirsən? Xanımın mı günahı yoxdur? Xanım ondan evlənəndə bilmirdimi onun həyat yoldaşı da var, 4 də uşağı var. Hələ o həyətə də gəlmişsiniz, o həyətdə evdə tikilib, o həyətdə siz dünyaya uşaq da gətirmişsiniz. Bütün bunlardan keçib getmişsiniz. İndi uşağı ataya göstərməməkdə nədir məqsəd? Yox, məqsəd yoxdur, Nuranə xanım. Bilirsiniz məsələ nədir? Demək, Namiq bəy aliment ödəmir, tərəfdə uşağı göstərmir. Məsələ bu qədər aydındır. Bu da vəkilimizin Alimentdən qabaq nəticəsi. uşağı Astorada birinci dəfə verəndə qaynanam gəldi, həmin qadının yanında uşağı qolu ilə çəkdi, aparanda dedim ki, indi icraçıya deyərəm. O uşağı götürüb dizi ilə atdı, ana dinmədi, yanında şahid də var, Hədolat adında Namiq adam müəllim, olub bu burada. sizin iddialarınızdır. Mən amma öz praktikama Qarşı güvənərək tərəfi deyirəm ki, Mən öz praktikama güvənərək deyirəm ki, siz bir vaxtı-vaxtında... əskikliyim odur ki, mən sürüşüb, yəni, necə deyim sizə, yəni, mən səvaddım atmışam. Yəni ki, ona inanıb, özünü öldürməklə məni hədəliyib, özümü öldürərəm, elə bil ki, mənə elə vurulub. Sizə vurulub, ödəsəydin, əgər ata qayğısını göstərdin, valla o qadın da uşağını göstərərdik. Yəqin, öhdəliklərini eləməyib, bu da göstərir. Eləmişəm, hər şey xanım, hər şey Bunu eləmişəm. siz deyirsiniz və bu qarşı tərəfdən danışmaq lazımdır. Bir dəqiqə, indi gəlin belə danışaq da, mən üzr istəyirəm, mən Nuranə xanım deyəndən tam razıyam. Artıq biz olan olub, keçən keçib. Bu insanın da taleyinə belə yazılıb Nuranə xanım. İndi biri belə deyək nikahlandı, biri nikahsızdır, ortada övladlar var. İndi biz fikirləşməliyik ki, hörmətli xanımlar, yəni biz bu insana necə kömək eləyək? Və evladlarını necə görsün? Söhbət ondan gedir. Artıq onu intihama çəkmək lazım övladını deyil. görmək istəyir bu adam. Övladımın qabağında neçə dəfə icraçının yanında gözümü göstərdim. Ekspertiza rayı da var. Yəni övladımın qabağında indi neçə dəfələrlə mən 4 uşağıma görə, yəni mənim bir tərəfdən də bura çıxmağın məqsədi odur ki, çox vaxt televiziyalarda cinayət işlərində göstərirlər ki, kişi qadının öldürdü. Nəyə görə öldürdü?
Yəni o həddə mən görürsünüz, 3 dörd ildir uşaq 4 deyirsiz. Siz- uşağıma görə dözürəm ki, 4 uşağına yəni mən görə niyə dözsən? Sən əgər 5 uşağın varsa, gəlmisən 5-ci uşağı tələb edirsənsə, Ay, sağ ol. deməlisən ki 5 uşağıma görə dözürəm. deyirəm Sən də, niyə yəni görə dördü 4 də uşaq orada nəzərdə qalır. Bu da- tutulsan? bunu da öldürsən, Sən bu və dettuma bir də gəlir. onda sən haqlı olardın Yox, ki, yox, bugünkü elə- gün Yox, bura yox, gələndə, yox, siz bugünkü gün bura gələndə deyərdiniz ki, bax ay Nuranə xanım, mən bu qədər ödənişlə eləmişəm. Bu uşağımı görməsəm də uşağıma pul ödəmişəm, ancaq icra şöbəsi uşaqları mənə göstərmir. Yox, Bəli, icra onda şöbəsi siz göstərir. Savcılıq haqlısınız. orada elə bir icra dava olunmalı düşür ki, icraçı elə bir... astarada məndən aliment tələb eləyirsə, Uşaq deyil, məqsəd uşaq deyil, deyil. xeyr. Məqsəd burada uşaq. Burada Məqsəd sizin siz məqsəd nə qadını, ola bilər, xanım? qadını Onu çıxmısınız siz vallahi. bilirsiniz, ya sizin belə. Allahınız bilir. Bax, hansı axmaq adam qollarını bu gün əgər oktyabrın, noyabrın Ya niyə eləmisiniz ki? 21-də Qollarınızı niyə Mikrofonla eləmisiniz ki? Mikrofonla danış, mikrofonla. Yad bir adam, Rövşən adında bir adam. Əgər bu Elşənə ərə yetmişdirsə, niyə Rövşən uşağı Kemal, gətirir? Siz onu Mən Kemal. Şəxsi Namik bəy, körpəm- Namik bəy, Sizin Namik bəy. cəmaatınızla nə işiniz? Mənim körpəm onda nə edirdi? Yad Alo bir deyək, ikidən nə alo deyək, edirdi? yaxşı, təhqirə keçməyək. Alo deyək, Kamal bəydir bizə zəng edən. Assalamu alaikum. Salam, siz Namik bəyin qaynısınız, düzdür? Xalidə xanımın qardaşı. Tamam, birinci növbədə dayanılan belə dinləyirəm bu ekranı. Allah Kamal bəy, çox xahiş edirəm sizdən. Belə qanunlar varsa, ona çox təşəkkür edirəm. Biz də dövlət belə yəni vətəndaş, yəni bizim müraciətimizdə belə bir şey. Aha. 2010'da belə məhkəmə oldu, təbnamə qəsr oldu. Aha. Qanunsuz şekilde onların evliliği. Aha. Qanunsuz evliliğiydi. O şey 2010'da bunda məhkəmə qatlandı. Aha. Bayağı 90 manat aliment kəsildim. Verdi mi sonra hər ay o 90 manatı? Bircə ay verdi xanım. İndiyə kimi bir köpük də vermir. Verməyib ki. Bircə ayını verib. Ondan sonra qulaq bizim vicdanımıza qulaq. Başa düşdüm. Kamal bəy. Ona gəlişdirmişik. Yalan danışırıq. Bildim. Bir dəqiqə sakit olaq, sakit olaq. Bildim. Bazım qısqanc deyil, yalan Bildim. Mənim bazıma qısqanı bu. Mənim bazıma qısqanı. Mən onu gözümə sıxışdırmamışam. Çünki mənim bazımdır. O özü alçaqdır. Kamal bəy, bir dəqiqə təhqir eləməyin. Xahiş eləyirəm. Təhqir eləsəz, telefon xəttindən ayıracaqlar. Mən soruşmaq istəyirdim ki, bacınız və bacınızın övladı hal-hazırda sizin mi yanınızdadır? Yoxsa Mənim yanımda saxlayıram. bacınız da sizin yanınızdadır, bacınızın övladı Aysu da sizin yanınızdadır. Kamal bəy, Aysunun üzündəki bu yanıq nədir? Bu bizim evimizdə alıb xanım uşaq idi, yıxılıb peçin üstünə. Bu ləkə Arada polis bölməsinə də müraciət olunmuşdu. Ekspertiz onunla tayin aparılmış. axı bir dəqiqə o bilmirəm, bəlkə mən səhv edərəm. Elə bil ki bıçaq ucuna oxşuyur, hə? Peçin ucu var xanım. Aha. Peçin Ucu üstə yıxılıb, daha başqa dönərəm. Peçin necə ucu ola bilər? Peçə yıxılsa o dörd bucaqlı olmalı. O bıçağın uc hissəsinə oxşuyur. Hə? Rəsmi peçlər yoxdur bizim evimizdə. Gəlirsə, yəni farklı ölçüsünə götürəm. Yaxşı, bu məsələni də qoyduq kənara. Kamal bəy, xanım yanınızdadırmı bacınız, Xalidə xanım? Bəli, işlədir xanım. İşlədir, danışa bilməyəcək. Onun telefon nömrəsini bizim redaktorlarımıza verərsiz, zəhmət olmasa. İşləyirmi? Xalidə xanım işləyir? Bəli. Axı bizim Əminə xanımla siz telefonla danışanda demişsiniz işləmir. Kimlə? Bizim redaktorumuzla danışanda demişsiniz işləmir. Mən heç kimə deməmişim işləmir. İşləyir, yaxşı bildim. Kamal bəy, bir dəqiqə üzr istəyirəm. Əgər Aysu ilə atası, yəni atası Aysunu görmək istəsə, icazə verərsinizmi? Bəli, mən uşağı heç vaxtında atasını da eləmərəm. Mən elə vicdansız edələm, çünki mənim də evladım var. İcazə verirsiniz? Deyə vermirəm xanım. Vəssalam. Mən bir ərizə yazmışam. Mən sizə minnətdaram. Onun üçün gəlmişdim, bura icazə verir. Aha, bircə dəqiqə. Mən sual vermək istəyirəm. Bax, tərəf deyir ki, mən uşağın ünsiyyət hüququna mane olmuram da, bərpa edirəm. Siz 2010-cu ildən bu yana yığılan alimenti verməyə hazırsınız? Bir dəqiqə, ya telefon danışığında çox sözü yalan demək. Mən faktlarla danışıram ki... Başa düşdüm. Mənim sualıma siz cavab verin. 2014-cü Siz ilin 2010-cu ildən bu yanaki alimenti verməyə hazırsınız, yığılan alimenti? Ayda 90 manat.